Yedikcə doymaq nədir bilmirsiniz. Mədəniz sanki qara dəlikdir. Durmadan, dayanmadan yemək istəyirsiniz. Dayanın. Bu 5 sirlə biz evdə əməliyyatsız mədəmizi kiçildəcəyik. Birinci qayda su ilə bağlıdır. Mütləq yeməmişdən tam yarım saat əvvəl 1 və yaxud 2 stəkan su için. Su mədədə müəyyən bir yer tutacaq, gözümüz doymasa da mədəmiz dolacaq. İkinci sir. Çeynə, çeynə və yerə də çeynə. Yemək yeyəndə qətiyyən tələsməyin. Beyinə doydum siqnalı 20 dəqiqədən sonra gəlib çatır. Hər tikəni 20 dəfə çiynəməlisiniz. Üçüncü sirrimiz isə göz yanılmasıdır. Boşqablarınızın ölçüsünü kiçildin. Kiçik boşqablarda kiçik porsiyalar belə daha böyük görsənəcək. Dördüncü sirrimiz lif bombasıdır. Yəni ilk növbədə yediyiniz tərəvəzlər olmalıdır. Tərəvəzlər həm mədənizin böyük bir hissəsini tutaraq daha tez doymağınıza gətirib çıxardacaq, həm də bədəninizi mikroelementlərlə və vitaminlərlə zənginləşdirəcəkdir. Beşinci sirrimiz isə qazlı və şirin içkilərdən uzaq durmaqdır. Qazlı içkilər mədəmizi şar kimi şişirdir, köp yaradır və daha tez acmağımıza gətirib çıxardır. Çünki çox şəkərlidir. Bu 5 sirri cəmi bir həftə sına. Sonra nəticəni mənimlə birlikdə kommentlərdə bölüşə bilərsən. Daha çox maraqlı məlumat üçün izləmədə qalın. Və bu videonu bir dostunuzla bölüşməyi unutmayın.